Bəs siz lobyanı necə xoşlayırsınız? Bugün mən sizlərə lobya supunun reseptini paylaşacağım. İlk öncə qeyd edim ki, lobyaları seçərkən çalışın kövrək lobya olsun. Bunu yoxlamağın ən sadə üsulu isə onu ortadan böldükdə asanlıqla bölünməyi və çıxardığı səsə diqqət etmək lazımdır. Şak deyə ortadan asanlıqla bölünürsə, demək bu lobyalar təzədir. Bölündükdə heç bir sıyrım, qılçıq görmürsünüzsə, əsl kövrək lobyanı tapmısınız. Lobyanın hər iki tərəfini qopardıb bir qaba yerləşdiririk. Sonra yaxşıca yuyub doğramağa başlayırıq. İstəsəniz əllə də doğraya bilərsiniz. Amma mən bıçaqla doğramağı daha çox sevirəm. Lobya təmizləmək sanki insanın ruhunu dincəldir, ona terapiya təsiri bağışlayır. Bütün lobyaları doğradıqdan sonra yeməyin hazırlanmasına keçirik. Böyük bir qazana lobyaları əlavə edib, üzərinə kub-kub doğranmış 2 ədəd orta boy soğan, 2 ədəd yaşıl bibər, 2 ədəd qabığı soyulmuş pomidor əlavə edirik. İstəsəniz qırmızı bibər də əlavə edə bilərsiniz. Daha sonra üzərinə çıxacaq qədər su əlavə edib, qazanın qapağını bağlayıb astaq odda bişiririk. Yarım saat qaynadıqdan sonra üzərinə kərə yağı və duz əlavə edib, daha 1 saat da bişməsini gözləyirik. Göz haqqınızı halal edin. Bu arada əgər bəyəndinizsə, kanalıma abunə olmağı və videonu bəyənib paylaşmağı unutmayın. Sonda üzərinə xoşladığınız göyərtilərdən əlavə edib servis edirik. Mən keşniş əlavə etdim. Siz zövqə görə cəfəri, şüyüd də əlavə edə bilərsiniz. Və budur, ətri, dadı möhtəşəm olan lobya supumuz hazırdır.